Bu cümlələri mütləq yadınızda saxlayın. Çünki gündəlik həyatınızda gördüyünüz kimi nə olsun qısadır, amma gündəlik həyatımızda çox istifadə edirik. Əzizlərim, bu cümlələrdən də daha çox, qat-qat çox cümlələr mənim danışıq kitabımdadır. Hansını ki, siz əldə edərək rahat şəkildə özünüz rus dilində danışa bilərsiniz. Hətta mütəmadi olaraq çalışsanız 4-5 aya rahat rus dilində B1, B2 səviyyəsində danışa bilərsiniz. Bu da 65-70% deməkdir, az deyil. Yəni əsas ki, siz tənbəlliyinizdən vaz keçəsiniz, heç olmasa bu şansınızı əlinizdən buraxmayasınız. Bugün sabah, bu ay yox, gələn ay başlayacağam edə-edə, axırda elə bir momentdə danışır başlayırsınız ki, necə deyərlər ki, yəni qapı arasında qalanda, yəni sizi məcbur edəndə, başqa şansınız olmayanda başlayırsınız. Amma tez bazar dərs öyrənilmir, dil öyrənilmir. Ona görə də vaxtında faydalanın. Məlumat aşağıdadır. Və istəyirsiniz xaricdə ölkədə yaşasaz belə video qarşınıza çıxıbsa, deməli siz də əldə edə bilərsiniz.